Deməli təkəri sökdük. ABS-in daçkini görürsünüz. Fikir verin. Kəsilib qalıb burada. Amerikadan gələndən belə sürülür maşın. Deməli bu hissəni sökdük, baxdıq ki, bu ştekirdə buradadır. Birbaşa. Gizlədiblər, qalıb orada. İndi bunu bura düzəldəcəyik, həmin ABS-in işığı sönəcək. ABS-in daçkı var. Amma şnuru qırıq olduğuna görə neçə vaxtı maşın belə sürülür. Aerobakda olan problem pasajer tərəf sidenka. Biz də həmin sidenkada baxırıq. Steker çıxıb. Şimdi havadadır. Bunu taxaq, problem aradan qalxacaq. Stekeri taxdıq yerinə. Bir də yoxlayaq. Görürsünüz, keçdi saxranın aşbə. Все, tərtəmiz. Bütün problemləri düzəldəndən sonra gördüyünüz kimi nə aerobakın işığı yanır, nə ABS-in işığı yanır. Hamısı da qaydasındadır.